Doktor, bayaqdan biz əməliyyatın bütün proseslərindən, istər tibbi tərəfindən, istərsə digər tərəflərini, hər tərəfli danışdıq. Bəs əməliyyatdan sonrakı vəziyyət, əməliyyatdan sonrakı yanaşma necə olmalıdır ümumiyyətlə? Əgər xəstəyə həkim əl çatdırıbsa da, o ömrü boyu onun xəstəsi və xəstəsi olmasa da yaxın bir adamı olur. Çünki artıq üzərində işləyib. Elə olmur ki, xəstəni əməliyyat elədim və 3-4 gündən sonra onun haqqında yaddan çıxarıldı. Elə olmamalıdır. Eyni zamanda da xəstəxanada əgər əməliyyat eləmişsənsə də ən azı xəstə artıq 3-4 gün qalmalıdır. Bu Azərbaycan şəraitində. Çünki bunun gedişatısı var. Əsasən də indi reanimasiya şöbəsinə daxil olar ki, xəstə indi qan sızma ilə yaxud da ağır bir törəmə ilə onun müalicəsi var və belə hallarda bizim işimiz 50-60% təşkil edir. Ondan sonraki dövrdə reanimatoloq, reanimatoloq birlikdə biz o işi davam edirik. Və bu vəziyyətdən, ağır vəziyyətdən onu çıxarmalıyıq. Və burada əlbəttə yaxşı təmin olunmuş reanimasiya şöbəsinin olması çox vacibdir. Və bu nöqtə nəzərdən əlbəttə yenə də mütəxəssislərin olması, briqadanın olması, tibb bacıları, şəraitin olması, təchizatın olması, monitorinqlər, vaxtında rentgenin aparılması, yəni ki, qan laxtalaması, analizlərin, qan testlərinin icra olunması, 24 saat ərzində ki, vaxtında qərar verəsən ki, hansı dərmanı təyin eləməlisən, kardioqrammasıdır, kardioqrafiyası. Bunlar hamısı çox vacibdir. Və bu, yəni ki, bu nöqtə nəzərdən əlbəttə 3 ildir ki, Respublika Diaqnostika Mərkəzində çalışıram. İndi burada açıq deyə bilərəm ki, əgər belə bir reanimasiya şöbəsi Respublika Diaqnostika Mərkəzində olmasaydı, bu əməliyyatları icra etməyə də mənim üçün çox çətin olacaq. Bəlkə də mən müxtəlif, müəyyən bir əməliyyatlardan imtina edərdim. Bu mənim üçün çox vacib. Reanimasiyanın olması çox vacib.